Bu gün erkən orta əsrlər türk dövlətləri qatılımı açıq qoymuşam. Ona görə kim istəsə qoşula bilər. Deməli, ilk öncə xalqların böyük köçü məsələsindən başlayacağıq biz. Xalqların böyük köçünün xəritəsi ekranda hal-hazırda görünür. Xalqların böyük köçünün ilk öncə səbəbindən başlayaq. Burada bir neçə səbəbləri qeyd oluna bilər. Siyasi, sosial və ya iqtisadi səbəb. Bütün bunların hamısı Mərkəzi Asiyada baş verən proseslərdən qaynaqlanırdı. Mərkəzi Asiyada yaşayışın get-gedə çətinləşməsi, orada iqlim şəraitinin sərtləşməsi, yəni səhralaşmanın daha da geniş vüsət alması nəticəsində yaranan o ərzaq ehtiyatının, təbii sərvət ehtiyatının çatışmaması, xüsusən də otlaqlar məsələsi, otlaqlar uğrunda baş verən mübarizə tayfalar arası ziddiyyətləri dərinləşdirmişdi. Ona görə də istər-istəməz daha münbit yer axtarma ehtiyacı ortaya çıxır. Həmçinin orada Çin təzyiqləri məsələsi də var ki, Hunlar xüsusən Çin təzyiqlərinə dözməyərək birdəfəli ümumiyyətlə qərbə doğru, yəni Avropa istiqamətinə doğru, Şərqi Avropa istiqamətinə doğru köç etməyə başladılar. Hunların köç istiqamətini burada görürük biz. Şimali Qafqaz, hətta burada onların 395-ci ildə Dərbənd keçidi vasitəsilə Azərbaycana daxil olub, oradan Kiçik Asiya, yəni Türkiyə istiqamətinə, hətta Fələstinə qədər getmələri haqqında məlumatlar var. Amma Azərbaycan Kiçik Asiya coğrafiyasında Hunlar qalıcı hər hansı bir iz buraxmadılar, əksinə qaynayıb qarışdılar orada. Amma əsas hadisələr cərəyan edəcək Şərqi Avropada. Hunların Şərqi Avropaya gəlməsi bir növ domino effekti yaradacaq. Yəni burada gəlib istər-istəməz başqa bir tayfanın da yerindən etməlidirlər bunlar. Bunlar gəlib burada başqa bir tayfanın ərazisində məskunlaşdıqlarına görə həmin tayfada məcbur olur öz yerindən başqa bir yerə köçür. Başqasının yerinə gedir, başqası da istər-istəməz bir başqasının yerinə. Və belə-belə Avropada bir çaxnaşma, yəni xüsusən də Romanın özü bir insan seli ilə rastlaşır burada. Tayfalar hamısı ümumiyyətlə oturuşmuş bir imperiyanın ərazisində, yəni Roman ərazisinə gedib orada hər hansı bir qorunmaq istəyirdilər orada Hunlardan. Yəni bütün işlərin başı kimdir burada? Hunlardır. Hunların burada rastlaşdığı əsasən ilk tayfa alanlar olacaqlar Şimali Qafqazda. Və alanlar da onları, daha doğrusu Hunlar da alanları bir növ qərbə doğru sıxışdıracaqlar. Və alanlar Qaradənizin şimalından tutmuş, ta ki Avropanın qərbinə doğru da pərən-pərən yayılacaqlar onlar. Hunların adına ilk öncə oradan başlayaq. Hunlar adına ilk dəfə bildiyimiz kimi Çin mənbələrində rast gəlinir. Həmçinin eramızdan əvvəl 4-cü əsrə aid olan Şiz yazılarında da Hunlar haqqında məlumatlar var. Gürcü mənbələrində də məlumatlar var. Qədim dövrə aid olan xəritələrdə də həmçinin yer alıb Hunlar haqqında məlumatlar. Və ən geniş mənbəni ümumiyyətlə Çin mənbələri verib Hunlar haqqında. Qunlar falan bu kimi fərqli təbirlərlə adlandırıblar onları. Hunlar, Qərb Hunlarının xüsusən ilk başçısı Tanrı xan hesab olunur. Tanrı xan. Tanrı xanın rəhbərliyi altında onlar təxminən bizim eranın 2-3-cü əsrlərində Hun Barsil tayfaları ilə Azərbaycanın şimalına gəlirlər, orada möhkəmlənirlər. Bayaq qeyd etdiyimiz kimi bu trayektoriya ilə həm Kiçik Asiyaya, həmçinin Fələstinə qədər belə gedib çıxırlar onlar. Amma 4-cü əsrin 70-ci illərində artıq onlar Qərbi Avropa istiqamətinə hərəkət edirlər. Don və İdil çayları arasındakı alanlara məxsus olan, yəni bu əraziləri tuturlar. Alanlara məxsus olan ərazilərini tutduqdan sonra onlar Azov ətrafı əraziləri. Azov hansıdır? Azov dənizi budur. Bu Azov dənizinin ətrafında yerləşən əraziləri tuturlar və burada qotlarla rastlaşırlar. Qotlar kimdir? Bir ona da baxaq ümumiyyətlə. Qotlar Skandinaviya mənşəlidir. Onlar Skandinaviya yarımadasından enmişdilər bura. Və şərq istiqamətində məskunlaşanlar Oskot adlanırdı. Qərbə doğru gedən qotlar isə Vestqot, yəni Vest-Qərb mənasını verirdi. Qotlar yəni iki qoldan ibarət idi. Şərq qotları, yəni Oskotlar, qərb qotları, yəni Vest qotlar. Qotları məğlub edir Balamir 70-ci illərdə. Balamir onları məğlub etdikdən sonra Qaradənizin şimalını tutur və xüsusən də Krım yarımadası. Krım yarımadası haradır? Buradır. Krım yarımadasını tutur və
demək olar ki, dövlətin əsasını qoyur. Qərbi Hun dövlətinin əsasını qoymuş olur bir növ burada. Ondan sonra Hunların yenə də bir neçə istiqamətə axınları var. Xəzər dənizi istiqamətinə yenidən axınları var. Dunay çayı istiqamətinə, amma əsas ana qoldan biz bəhs edəcəyik. Hunların o kök dövlət kimi hansı ərazilərə gediblər, hansı ərazilərdə məskunlaşıblar. Bizə əsas o maraqlıdır. Onların qət etdiyi son məsafə, yəni oturuşmuş şəkildə qət etdiyi son məsafə Pannoniya olur, Macarıstanın mərkəzi. Məsələ dövlətin mərkəzini də Pannoniya elan edirlər və oradan başlayırlar artıq genişlənməyə. Yəni burada artıq dövlət tamamilə strukturlaşır və oradan artıq işğallara keçirlər. Daha sonra isə Hunların əsasən mübarizə aparacağı iki imperiya var burada bildiyimiz kimi. Birincisi burada yerləşən Romadır, bir də ki Bizansdır. Bizans və Roma münasibətləri də sən deyən bu dövrdə elə də yaxşı olmadığına görə bu Hunların 1-0 xeyrinə hesab olunur. Hər birini ayrı-ayrılıqda məğlub etməkmi deyim, hər birini ayrı-ayrılıqda mübarizə aparmaqmı deyim. Yəni Hunlar bu şansı əldə edirlər. Əgər hər ikisi hər hansı bir ittifaq bağlayıb da Hunlara qarşı toplu şəkildə mübarizə aparsaydılar, bəlkə də Hunların vəziyyəti heç də yaxşı olmayacaqdı. Tarixləri çeviririk biz 434-cü ilə. 434-cü ildə hakimiyyətə iki qardaş gəlir, Attila və Bleda. 11 il müddətinə, yəni 434-dən 445-ci ilə qədər hakimiyyətdə iki qardaşdır. Yəni biri bir növ düşünən beyindir, biri də ordu istiqaməti. Yəni bu hakimiyyəti bir növ bölüşdürüblər, amma hər ikisi demək olar ki, faktiki hakimiyyətdədirlər. Amma 445-ci ildə qardaşı Bleda bir növ hakimiyyəti könüllü surətdə Attillaya ötürür və Attila 445-ci ildə tək başına Hunları idarə etməyə başlayır. Və Attilanın hakimiyyəti dövründə artıq bir-bir işğalçılıqlar başlayacaqdır. Xüsusən 447-ci il Bizans səfəri var, amma birinci səfərdə qeyd edək, bunlar ikisi ümumiyyətlə hakimiyyətə gələn kimi 434-cü ildə Bizans istiqamətinə hücum eləyirlər Hunlar. İlk öncə xəritəni dəyişək burada və bu tayfalar arasından qısa məlumat verək. Xəritəni dəyişək burada. Deməli, biz Hunların yolunu müəyyənləşdirdik. Vestgotlar var burada. Vestgotlar Hunlar bura gələn kimi Bizans istiqamətinə gəlirlər. Bizans onları burada yerləşdirir. Deyir ki, siz burada Hunların hücumunun bir növ qarşısını alın. Amma bunların maaşları ödənmir, problemlər yaşanır Bizansla Vestgotlar arasında, Vestgotlar Hunların təzyiqinə məruz qalır və nəhayətində Vestgotlar artıq qərbə doğru, yəni fikir versiniz bu trayektoriya ilə sonunda gəlirlər nəhayət Pireney yarımadasında məskunlaşırlar onlar. İkinci qeyd edəcəyimiz Oskotlardır. Oskotlar da Hun təzyiqi nəticəsində onlar da qərbə doğru hərəkət edib və gəlib Roma imperiyasının torpaqlarında məskunlaşırlar. Svevlər var, ümumiyyətlə German tayfaları içərisində ən böyük, ən iri tayfa hesab olunurdu. Svevlər də Hun təzyiqləri nəticəsində onlar da Pireneyin şimalına, təxminən Asturiya istiqamətində gəlib məskunlaşırlar onlar. Vandallar Romaya hücumlarını çox görmüşük Vandalların. Vandallar da həmin dövrdə gördüyümüz bu göy trayektoriyanı izləyirlər və gəlib Afrikanın şimalında köhnə Karfagen ərazisində məskunlaşırlar və oradan artıq Roma istiqamətinə basqınlar, qarətçi yürüşlər etməyə başlayırlar. Burqundlar Skandinaviya mənşəlidir. Burqundlar da şimaldan biraz cənuba doğru, Fransa istiqamətinə doğru enib orada məskunlaşırlar. Anqıllarla saksılar isə onlar Britaniya yarımadasına gedirlər və İngilis xalqının bir növ ortaya çıxmasında, formalaşmasında rol oynamış tayfalardır onlar. Bu tayfaların hamısının öz yerlərindən didərgin düşmələrinin əsas səbəbi məhz elə Hunlar hesab olunur. İndi sırf qərbi Hunlar üzərindən, bu xəritə üzərindən gedək. 434-cü ildə bu iki qardaş hakimiyyətə gələn kimi Bizans istiqamətinə hücum eləyirlər və müqavilə imzalanır. Bizans təbii ki, savaşmaq istəmir, çünki oturmuş bir iqtisadiyyatı var, oturmuş bir ticarət sistemi var, mexanizmi var və savaş nəticəsində bunun zərər görməsini istəmir. Ona görə də müqavilə imzalamağa bir növ
meyillidir? Aha. Müqavilə imzalamağa meyillidir Bizans. Bəs Qərbi Hunlar da həmçinin bu sistemi dağıtmaq istəmirlər, çünki bu sistemi dağıtsalar, xəracı kimlə alacaqlar? Ona görə də həmçinin Konstantinopolun burada ciddi bir müdafiəsi var bu istiqamətdə və buradakı hər hansı bir savaş istər-istəməz Hunlara da zərər verəcəkdir. Mühasirənin uzanması, nə bilim bu kimi faktorlar var burada. Ona görə də hər iki tərəf ümumiyyətlə müqavilənin imzalanmasında bir növ maraqlıdır. Və 434-cü ildə imzalanmış müqaviləyə əsasən bunların ticarət məsələləri müəyyənləşdirilir. Bizans hər il xərac verəcəyini boynuna götürür və bununla da artıq Bizansın bir növ Qərb Hunlarından asılılığı dövr kimi xarakterizə edərik bunu. Amma 447-ci ildə bir daha hücumları var burada. 447-də. Bu hücumun səbəbi nə idi? Bizans hər vəclə çalışırdı ki, ümumiyyətlə bu Hunları daxildən parçalasın, Hunlarda bir növ nifaq salsın ki, xəracdan xilas olsun. Bizans bunu istəyirdi. Və 447-ci ildə əsas bardağı daşıran həmin məqam o olur ki, Bizans imperatoru Attilaya sui-qəsd təşkil edir. Və bu sui-qəsd nəticəsində artıq Attilanın Bizansa qəti şəkildə hücum etməyinə və bir növ desək dərsini vermə məqsədi daşıyır. Və 447-ci ildə xərac 3 qatına qədər artırılır. Yəni əvvəl 7.000 idisə, indi hal-hazırda 21.000 qızıl xərac ödəməyə məcbur edilir Bizans. Bizans artıq 447-ci ildə həll edildikdən sonra gedir qərbə. Yəni əsas məsələ İlanın başı bir növ Qərbi Roma imperiyasıdır burada. Katalan döyüşünə gəlirik biz burada. 451-ə. 451-ci ildə həmin o Katalan döyüşündə Roma ordusu da ciddi hazırlaşmışdı Katalan döyüşünə. Və burada Aetsi başçılıq edir. Aetsinin də Roma komandanın seçilməsi heç də təsadüfi deyildi. Çünki Aetsi bir növ uşaqlığı dövründə Hunların içərisində yaşamış, böyümüş bir şəxs idi və Hunların bir növ adət-ənənəsindən tutmuş hərbi taktikasına qədər döyüş vaxtı necə davranırlar, hansı manevrlər edirlər, hamısına bələd idi Aetsi. Ona görə də qoşunu da bir növ Hunlar hansı istiqamətlərdən hücum edə bilərlər, hansı taktikalardan istifadə edə bilərlər, ona hazırlıqlı idi. Katalan döyüşündə də Attilanın əziyyət çəkməsinə səbəb bu idi. Və 451-ci il Katalan döyüşündə Qalliyada, indiki Fransa ərazisində yerləşir, heç bir tərəf ciddi bir nəticə əldə etmədi. Yəni hər ikisinin qalibiyyət kimi, əksinə bunu ümumi bir tərəfi, hər hansı bir tərəfi qalib elan etsək belə bu pir qələbəsinə yaxın bir qələbə olardı ki, yəni səbəbi də isə ondan ibarət. 160 minə yaxın burada əskər itirirlər toplamda. Hər iki tərəf yəni ziyanla qayıdır burada. Ondan sonra isə artıq Attila geri qayıtdıqdan sonra Romada arxayınlaşıb ki, yəni Attila da böyük zərər gördü və uzun müddət yəni bizə hücum edə bilməz. Amma Attila yarım qalan işi birbaşa tamamlamaqdan ötürü birbaşa Roma şəhərinin özünə hücum etməyə qərarı alır. 452-ci ildə. Şəhər müdafiəsizdir. Roma qoşunları hələ də Qalliya istiqamətindədirlər bunlar. Şəhər müdafiəsiz olduğuna görə Attila çox rahatlıqla birbaşa Romaya gəlib çata bilər, müqavimətsiz. Romaya çatdıqdan sonra artıq Roma papası qarşılayır onu. Attilanı. Hətta orada Roma papasının belə bir təbiri də var. Attilaya xitabən kimi deyir ki, yəni buyur Allahın cəzası. Yəni onu bir növ Romalılar hesab edir ki, biz o qədər yəni günah etmişik ki, Tanrı Attilanı bizə bir cəza kimi
günahlarımızın cəzası kimi göndərilmiş kimi bir düşüncə yayılmışdı. Yəni Tanrının qırmancı Attila ifadəsi də məhz Romalıların ortaya atdığı bir ifadədir. Özlərini günahkar hesab eləyirlər, dindən uzaqlaşmış hesab eləyirlər və deyirlər ki, Tanrı bizə cəza olaraq Attilanı göndərib. Və Roma papası Attilaya yalvarır ki, yəni şəhərə toxunmadan, yəni nə şərt desən, razıyıq, amma yetər ki, şəhərə toxunma. Nəticədə Attila da şəhərə toxunmur. Təbii ki, bu Roma papasının istəyindən, xahişindən irəli gələn bir şey deyildi. Attila fikirləşir ki, şəhərə hücum etsə belə, şəhərdə ağır xəstəliklər var. Və bu ordusuna yayılsaydı, əlində qalan o ordu da əlindən çıxa bilərdi bir növ, itirə bilərdi ordunu. Ona görə ən yaxın, ən optimal variant elə xəraca razılaşıb geri qayıtmaq idi. Və bu razılıqla Attila geri qayıdır Pannoniyaya. Və buradan da o Pannoniya istiqamətindən bir növ Sasanlara hücum etməyə hazırlaşırdı ki, 453-cü ildə öldü. Və Attilanın ölməyi həm Sasanlar üzərinə səfəri təxirə saldı, həm də ki, dövlətin də bir növ zəifləməsinə doğru aparacaqdı. Attiladan sonra hakimiyyətə gələnlər ki var, onlar da ümumiyyətlə o qüdrəti qoruyub saxlaya bilmədilər. Bizans xəracı vaxtında ödəmədi. Roma vaxtında xəracı ödəmədi. Nəticədə artıq 470-ci ildə 470-də Qərbi Roma, daha doğrusu Qərbi Hun imperiyası dağıldı. Mikrofonları bağlayaq zəhmət olmasa. Attilanın ölümündən sonra, dövlət də dağılandan sonra Attilanın varisləri içərisində dövləti bərpa etmə cəhdləri olur ki, bu övladlarından biri xüsusən onun kiçik oğlu Cabadır. Caba Macaristanda, yəni Pannoniya istiqamətində burada dövləti yenidən artıq yaradır. Yəni bir növ yeni Hunlardır bunlar. Və yaratsalar da, amma uzun müddət yenə davam etmir. Caba öldükdən sonra da hələ yəni bu Cabanın yaratmış olduğu yeni Hun dövləti o da parçalanır və süquta uğrayır. Qərb Hunları haqqında bu qədər. İndi isə Ağ Hunlar haqqında söhbət açacağıq biz. Ağ Hunlar kimlər idi? Xəritədə görürük biz hal-hazırda Ağ Hunları. Mikrofonları bağlayaq bir dənə mümkünsə. Ağ Hunlar xalqların böyük köçü zamanında da onlar gəlib bu Asiyanın cənub-qərb istiqamətində məskunlaşmışdılar və Qərbi Türkistana köçmüşdülər bir növ bunlar. Bunların da bura köç etməsinin əsas səbəbi elə məhz yenə Çinlilər idi. Çinlilərin basqıları idi orada. Və Axunların digər türklərdən fərqləndirən önəmli xüsusiyyətlərdən biri o idi ki, bunlar həm daha az məsafə qət etmişdilər. Yəni Qərb Hunları kimi uzun-uzadı yollarda olmamışdılar. Daha az məsafə qət etdiklərinə görə bunlar oturaq həyata da daha tez keçmişdilər. İndi yeni kitablarda salınan bir neçə məqam var ki, məsələn qeyd olunur ki, Kadusilər ki var və ya Abdallılar ki var, bunları Axun hesab edirlər yeni dərsliyə əsasən. 4-cü əsrin ikinci yarısında, daha dəqiq desək 4-cü əsrin sonlarına doğru Axun dövlətinin əsası qoyulur və Eftal xanın adı ilə. Və ona görə də bu dövlət tarixşünaslıqda iki fərqli adla Eftalitlər və ya Axunlar, Axunlar kimi də xatırlanır. İki qonşusu var idi Axunlar. Sasanilər və Göytürklər. Və heç birinə də ümumiyyətlə normal münasibətləri yox idi. Şimaldakı o Göytürklər düzdür, sonradan onların qonşuları olur. Çünki birinci Göytürk dövləti 552-ci ildə yaranır. Yəni 6-cı əsrin bir növ ortalarında, yəni Axunların sonuna yaxın yaranır Göytürklər. Amma uzun müddət əsasən müharibələri Sasanilərlə olub Axunların. Axsuvar xandan söhbət açaq. Axsuvar xan hakimiyyəti dövründə nələr baş verir? İlk öncə 430-cu ildən söhbət açaq. 430. Nə baş verir bu 430-da? Xatırlayırsınızsa Firuz var. Firuz. 430-cu ildə Axsuvar xan hakimiyyətə gəlir
Və 457-ci ildə Azərbaycan tarixindən xatırlayırsınızsa, Yezdəgird ölür. Albaniyada da həmin vaxtı kimdir? İkinci Vaçid. Bizdə ikinci Vaçidi. Dayısının təzyiqi ilə xristianlıqdan imtina edib zərdüştlüyü qəbul etmişdi. 457-ci ildə Yezdəgird ölür. Sasanlarda bir hakimiyyət boşluğu meydana gəlir və Yezdəgirdin oğulları arasında hakimiyyət uğruna mübarizə başlayır. Və bu zaman Axun hökmdarı Axsuvar xan bir növ Axunlarda bir növ Sasanların daxili işlərinə qarışmasına şərait yaradır və Firuz xanın hakimiyyətə gəlməsinə köməklik göstərir burada. Yəni Yezdəgirdin digər oğullarına nisbətdə Firuzun hakimiyyətə gəlməsinə köməklik göstərir. Və Axsuvar xan da umur ki, bundan sonra Firuz bir növ Axunların diktəsi ilə ölkəni idarə edəcək, amma bu heç də belə olmur. Firuz elə hakimiyyətin ilk başlarında Axsuvar xana qarşı çıxaraq Axunlarla müharibəyə başlayır. Və burada Axsuvar xanın Firuzla olan savaşlarında istifadə etdiyi bir taktika var. Turan taktikası məşhur taktikalardandır. Həmlə edib sürətli geri çəkilmək və cinahlardakı olan həmin o süvarilərin düşməni arxada mühasirəyə almasına əsaslanan bir taktikadır. Dəfələrlə savaş olur bunların arasında, amma nəhayətində ümumiyyətlə ən sonda Firuz da öldürülür. Çünki orada Firuz əks hücuma keçən vaxtı iri xəndəklər qazılır və xəndəklərin üstü maskalanır. Firuzun özü də, qoşunu da həmin xəndəklərdə məhv olur. 484-cü ildə gəldiyimiz zaman isə 484-cü ildə artıq Axunlar Sasanlar üzərində yekun qələbə qazanırlar və Herat şəhərini, yəni bu sərhədlər ki var, bu sərhədlərə Axunlar 484-cü ildə yiyələnmiş olurlar. Firuzdan sonra isə hakimiyyətə gələcək 1-ci Qubad Sasanilərdə. Və 1-ci Qubadda biz Azərbaycan tarixindən məlumdur ki, məzdəkilik məsələsinə görə biraz başı ağrıyır bunun. Məzdəkilər hərəkatına birinci arxalanır filan və hakimiyyətdən salınır, qovulur. Hara gələcək 1-ci Qubad? Axunlara pənah gətirəcək burada. Axun hökmdarının qızı ilə evləndirilir bu şəxs və yola salınır Sasanilərə və taxta da çıxardılır. Məhz 1-ci Qubaddan sonra hakimiyyətə gələcək olan Xosrov Ənüşirvan ki var, biz bunu islahatlarla yadda saxlayırıq ki, geniş islahatlar keçirib. Xosrov Ənüşirvan da məhz bu evlilikdən olan uşaq idi. Yəni, Xosrov Ənüşirvanın atası, üzr istəyirəm, anası Axun hökmdarının qızı idi. Bir tərəfə türk idi bunun. Sonra isə Mihraqulunun hakimiyyəti dövrünə gəldiyimiz zaman isə dövlət ən güclü vaxtını məsələ bu şəxsin dövründə yaşayır. Mihraqulunun dövründə. Səbəbi isə bundan ibarətdir ki, burada yekun xəritə ki görürük biz, yekun xəritə Mihraqulunun hakimiyyət dövrünə aiddir. Yəni, burada Aral gölündən tutmuş, gəldi bir ucu burada getdi Tibetə qədər, Hindistanın şimal-qərb hissəsi filan. Bunların hamısı Mihraqulunun hakimiyyəti dövründə olur. Hindistanla aparılan savaşlar var Mihraqulunun hakimiyyəti dövründə. Mihraqulu Hindistanla apardığı savaşlar hesabına xeyli fillər ələ keçiridir və ordusuna qatır. Həmçinin hərbi islahatlar da həyata keçirilir və nizami, daimi bir orduya sahib olur. Və Hindistanın şimal-qərbinin işğalını, yəni buranı Mihraqulu dövlətə birləşdirilməsini başa çatdırır. Amma 552-ci ilə gəldiyimiz zaman artıq burada Göytürk dövləti meydana gəlir və genişlənmə siyasəti tətbiq edir Göytürklər. Axunların burada var olmasını istəməyən iki qüvvə var artıq. Həm Sasanlar burada var olmasını istəmir, həm də ki, Göytürklər burada var olmasını istəmir. Ona görə də bu iki dövlət ortaq düşmənə qarşı sövdələşirlər və 567-ci ildə hərəsi bir istiqamətdən Axunlara hücum edir. Burada gördüyümüz Xarəzm vilayətini Göytürklər götürür 567-ci il müqaviləsinə görə, digər hissələri isə Sasanlar öz tərkiblərinə qatırlar.
Amma sonradan görəcəyik ki, Göytürklərlə Sasanilərin də arası dəyəcək burada. Çünki Göytürklər Axunlara son qoyduqdan sonra Sasanilərdən tələb edirlər ki, qardaş, indiyə qədər xəracı sən Axunlara verirdin. İndi mənim köməkliyimlə sən bəladan xilas oldun. Axunlar qədər olmasa da filan qədər xərac ver mənə. Sasanilər bunlar razılaşmır. Sasanilər bunlar razılaşmadığına görə bunların arasında yenidən savaş baş verir və Xorasan vilayətini də bir növ Göytürklər özlərinə birləşdirmiş olurlar. Daha geniş bir əraziyə sahib olurlar. Bu oldu bizim Axunlar haqqında olan. İndi Göytürklər haqqında da söhbət açaq. Göytürklər, birinci Göytürk. Kim idi bunlar? Aşinalılar idi. Nə mənşəli idi? Hun mənşəli idilər. Hamısı ümumiyyətlə Hun mənşəlidir bunlar. 5-ci əsrin ortalarında Altay dağlarının ətəklərində yaşayırdılar və bu nəsil ki var, yəni Aşina nəsli ki var, avarlara tabe idilər bunlar. Yəni bu Çincə desək janlara tabe idilər və əsas məşğuliyyətləri də əkinçilik idi. Üzr istəyirəm, dəmirçilik idi bunlarda. Əkinçilik ümumiyyətlə türklərə xas olan bir şey deyil, üzrlü hesab edin. Dəmirçilik idi, silah düzəltmə filan. Amma Jujanların bu Göytürklər üzərində təzyiqləri artdıqca istər-istəməz bu Göytürkləri də təşkilatlanıb Jujanlara qarşı mübarizə amelini formalaşdıracaqdı. 552-ci ildə qeyd edək onu. 552-də Aşina nəslindən olan Bumun xaqan avarlara qarşı üsyan qaldırır və onun rəhbərliyi altında 552-ci ildə paytaxtı Ötükən şəhəri olan Göytürk dövlətinin əsası qoyulur. Birinci Göytürk dövlətinin əsası qoyulur. Bumun xaqanın, ümumiyyətlə Göytürklərin idarəetmə sistemi haqqında söhbət açaq. İdarəetmədə bir iki başlılıq var burada. Yəni xaqan var burada. Xaqan həmişə ümumiyyətlə dövlətin şərq hissəsinə baxıb. Qərb hissəsinə verirdi Yabquya. Əsas o problemli hissələr. Amma təbii ki, xaqan bir nəfər idi. Məsələn, burada biz Bumun xaqanın hakimiyyəti dövründə İstəmi xaqanı da görürük biz. Amma İstəmi xaqan xaqan deyil. Baxmayaraq ki, xitabən İstəmi xaqan, İstəmi xan deyir. Amma rəsmiyyətdə o xaqan deyil. Sadəcə Yabqudur, Bumun xaqanın qardaşıdır. İstəminin bayaqki o dediyimiz Axunlarda qeyd etdiyimiz 567-ci ildəki həmin məsələ, Axunları bölüşdürməsi, Sasanilərin apardığı savaşlar, Şimali Qafqaza, Bizansa olan həmlələr, bunlar hamısı İstəminin həyata keçirdiyi tədbirlərdir. Amma hakimiyyətdə faktiki kimdir? Bumun xaqandır. Ya bu sözünün mənası da ümumiyyətlə qədim türk dilində yaxın, yavuq mənasına gəldiyinə görə, yəni bu cür bir kökə bağlayırlar bunu. Muğan xaqanın hakimiyyəti dövrünə gəldiyimiz zaman isə artıq ən qüdrətli çağını yaşayacaqdı Göytürklər. Çünki Çin amili var ki burada, Çin amilini bir növ neytrallaşdırıblar. Həm avarlara qarşı mübarizə davam etdirilib, avar təhlükəsi tamamilə aradan qaldırılır və onlar demək olar ki, tamamilə qovulurlar. Göytürk torpaqlarından tamamilə qovulurlar və Çin asılı hala salınmış olur və xəraca bağlanır. Yəni, bu Hunlardan sonra ilk türk dövləti idi ki, artıq Çinin yenidən xəraca bağlamışdı bu. Xəzərləri tabi eləyirlər İstəminin bir növ diktəsi ilə Bizans üzərinə hücumlar. Amma Bizansla ehtiyatlı davranırlar. Çünki Bizans da istər-istəməz köklü bir, oturuşmuş bir dövlət idi və Bizansla toqquşma Göytürklərə zərər verə bilərdi. Və Göytürklərin Bizansla apardığı hər hansı bir geniş miqyaslı müharibə burada Çini aktivləşdirə bilərdi. Ona görə də Bizansla bir növ müharibəyə girmirlər, əsasən diplomatik münasibətlərə üstünlük verirlər. Sasanilərlə sonuna qədər gedirlər burada. Bayaq dediyimiz Axund dövlətinə son qoyduqdan sonra dedilər ki, Axundlara ödədiyiniz xəracın müəyyən hissəsini artıq bundan sonra bizə verməyə başlayın və razılaşmırlar. Razılaşmadıqlarına görə Sasanilərlə Göytürklər arasında müharibə baş verir. Həm
Xorasan vilayəti, həm Saqdiyana vilayəti, bunların hamısı Göytürklərin tabeçiliyi altına keçir. 567-ci ildə Xarəzmi götürmüşdülər, ondan sonra isə dediyim bu iki vilayəti də öz tərkibləri altına alırlar burada. Amma türklərin belə deyim də, əsas bəlalarından biri onların Çinin nicah diplomatiyasının bir növ məruz qalmaları mı deyim, necə deyim, doğru təbir çıxsın burada. Çin nicah diplomatiyası vasitəsilə bu türk dövlətlərini ümumiyyətlə gələcəkdə qarışdıra bilirdi. Hunları da elə etdilər bundan öncə. Göytürklərdə də eyni amil oldu. Ümumiyyətlə fikir versəz, Hunların dağılma prosesi var ki, Göytürklərin dağılma prosesi tamamilə bənzərlik təşkil edir. Həm nicah diplomatiyası, iki hissəyə parçalanma, Çinin təsiri altına düşmə, Çinin təsiri altından çıxma, eyni ssenaridir. Yəni, bir növ desək, tarixdən dərs çıxartmayıblar hələ türklər. Və 588-ci ildə, 6-cı əsrin 80-ci illərində Göytürk dövləti iki hissəyə parçalandı. Şərqi və qərbi. 630-cu ildə, 7-ci əsrin 30-cu illərində bunlar hamısı Çinin tərkibi altına düşdülər. Hər ikisi. Və Çin tərkibi altına düşdükdən sonra artıq bu Göytürklərin yenidən çabalamaqla Çinin təsiri altından çıxma cəhdləri var. Məsələn, ilk cəhd kimi qeyd edə bilərik ki, 639-cu ildə Kürşad üsyanı. Kürşadın rəhbərliyi altında üsyan qaldırdılar. Yəni, düz tamam, yəni qəhrəmanlıq falan etsələr də, amma nəticə etibarilə məğlub olmuş oldu. Bir ara səssizlik. Nəhayət 682-ci ilə gəldiyimiz zaman 682-ci gəldiyimiz zaman Aşina nəslindən olan Qutluq xan, Eltəriş, İltəris, fərqli adlarla adlandırılır. Bu İltəris xaqan Çinə qarşı üsyan qaldırır və yenidən 2-ci Göytürk dövlətinin əsasını qoymuş olur. İltərisin əvvəlkilərdən fərqi ondan ibarət edir ki, əvvəlkilərin səhvini təkrarlamayaraq Çinli qadınlarla evlənmir, türk qızı ilə evlənir. Və bununla da o, Çinlilərin türk idarəçiliyinə müdaxiləsinin bir növ qarşısını almış olur. Öz ən yaxın məsləhətçisini də gətirir qoyur Tonyukuk. Tonyukuk da təsadüfi seçilməmiş. Çünki Tonyukuk Çindən gələn hər şeyə qarşı idi. Yəni, istər mədəni olsun, istər hərbi olsun, istər elmi texniki olsun, hər şeyə qarşı idi. İstər müsbət olsun, istər mənfi. Çindən gələn heç nə istəmirdi bu adam. Yəni, 2-ci Göytürk dövləti qatı Çin əleyhdarı şəxslərin idarəsində idi. İltərisi olsun, Tonyukuk olsun, Bilgəsi, Kültigini və s. və ilə. Hamısı. İltərisin vəfatından sonra övladları az yaşlıdır. Həm Kültigin, həm Bilgə. Ona görə də əmisi Qapağan gəlir hakimiyyətə. Qapağan xaqanın hakimiyyəti dövründə də eyni ilə dövlət öz qüdrətini daha da qaldırır. Çin yenə də asılı haldadır. Çin yenə xərac ödəyir. 716-cı ildə Qapağan ölür. Qapağan öldükdən sonra hakimiyyətə gəlir Bilgə. Bilgə xaqan 716-dan 734-ə qədər hakimiyyətdə olur. Kültici də var, prosta, yəni hakimiyyətdə Bilgədir, amma 3 baş idarə edir ölkəni. Bilgə, Kültici, Tonyukuk. İdarəçiliyi daha da rəsmiləşdirilir bu dövrdə. Mərkəzi Asiyada ümumiyyətlə qıraqda, bucaqda, orada, burada nə qədər türk tayfaları varsa, heç bir diqqətdən kənara qalmır. Hamısı Göytürklərin bir növ çatısı altında birləşdirilir. Çin üzərinə təbii ki, yenidən o aramsız hücumlar, Çin biraz çaşan kimi həmlələr, bunlar da öz tempində davam edir. Amma Tonyukukun ölümü bunların bir növ başsız qalmasına səbəb olur. Tonyukuk öldükdən sonra Kültigin də ölür. Kültigindən sonra Bilgə də ölür. Və bunların hamısı bir-bir aradan götürüldükdən sonra 730-larda artıq 2-ci Göytürk dövləti yavaş-yavaş zəifləməyə doğru gedir. Ən sonda hakimiyyətə gəlir Kültiginin azyaşlı oğlu. Və bunun azyaşlı olmasından istifadə edən o türk bəyləri ki var, onların arasında baş verən çəkişmələr Uyğurların aktivləşməsinə gətirib çıxardır.
və 744-cü ildə uzun müddət Göytürklərin tərkibində olmuş Uyğurlar üsyan qaldırır və öz dövlətlərini qururlar. Bununla da yəni necə burada baş verir? Yəni onlar ora sizin, bura bizim demirlər. Hakimiyyəti ələ keçirdirlər və avtomatik bütün ərazilərə bir növ yiyələnmiş olurlar. Kimisi tabe olur, kimisi tabe olmur, bu öz yerində. Necə ki, Midiyadan Əhəmənilərə keçid var. İkinci Kir əslində hakimiyyəti ələ keçirtmişdi. Və ya Sacililərdən Salarilərə keçid var. Burada da hamısı gəlir paytaxtı tutur, hakimiyyəti ələ keçirdir və bir növ dövlətin adını dəyişib öz adını qoymuş olur. Hakimiyyət əl dəyişdi, çevrilişdir bunlar hamısı. 744-cü ildə Uyğurların çevrilişi baş verir. Və bu çevrilişi edəndə Qutluq Bilgə Kül xaqandır. Paytaxtı isə olacaq Ordu şəhəri. İndi Uyğurların xəritəsini açaq. Ordu şəhəri burada yerləşir. Ötkənin cənub istiqamətindədir. Bax, burada gördüyümüz Ötkənin cənub istiqamətindədir Ordu şəhəri. Uyğurlar haqqında məlumata biz 2-ci əsrdə rast gəlirik və uzun müddət ümumiyyətlə Göytürklərin tərkibi altında qalırlar və Göytürklərin ordusunda əsasən ovçu kimi atsan qazanırlar bunlar Uyğurlar. Ovçuluqda, üzr istəyirəm, oxçuluqda daha da mahir idilər bunlar. Qutluq Bilgə Kül xaqan uzun müddət hakimiyyətdə ola bilmir. Cəmi bircə il hakimiyyətdə olur və ondan sonra hakimiyyətə gəlir Moyonçur. Moyonçurun hakimiyyətə gəlməsi biraz mübahisəli olur, yəni qohumları arasında mübahisəli olur da təbii ki, amma yenidən o bütün rəqiblərini, siyasi rəqiblərini aradan qaldırıb tək başına hakimiyyətə yiyələnmiş olur. Uyğur dövlətini 1-0 önə atan əsas amillərdən biri Talas olur. Talas döyüşü 751-ci ildə. Abbasilər Çin istiqamətinə irəliləyirlər və Talas deyilən yerdə Çinlilərlə toqquşurlar burada. Və 751-ci il Talas döyüşündə Çin məğlub olur. Hamı gözləyirdi ki, ərəblər hücumu davam etdirib həm Çin torpaqlarına yiyələnəcək, oradan da Uyğurlar da təhlükə gözləyirdilər. Amma Pireney yarımadasında Kordovada işlər qarışır, ölkə daxilində üsyanlar olur. Kordovalılar deyirdi ki, biz Əməviləri istəyirik, Abbasiləri istəmirik, hakimiyyəti tanımırdılar. Ona görə Abbasilər diqqəti artıq Avropada yeganə əllərində olan torpaq oydu da, diqqəti ora yönəldirlər. İrəliləmirlər. Çinlər də məğlub olub. Uyğurlar nə olur? Hazıra nazir olurlar burada. Və ərəblərin tutmadığı, yiyəsiz qoyduğu torpaqları Uyğurlar tuturlar. Və Çin üzərində baskıları artırırlar artıq. Və bu Çinə müdaxiləyə yaranmış münbit şəraitdən Moyonçur məharətlə istifadə edir və Çin hakimiyyətini himayəyə alır. Himayə niyə alır? Çünki bu hakimiyyət buna sərf eləyirsə, istər-istəməz həmin şəxsin hakimiyyətdə olmasında maraqlıdır. Məsələn, indiki reallığı nəzərə alsaq, Azərbaycan hakimiyyətinə Ermənistandakı Paşinyan hakimiyyəti sərf edir. Çünki dil tapa biliblər. Müəyyən məqamlarda razılığa gələ bilirlər, nəyisə müzakirə edə bilirlər. Dedikləri eyni nöqtəyə vura bilir. Sabah, misal üçün, Ermənistanda hər hansı bir çevriliş cəhdi olarsa, xarici təsir metodlarından istifadə edərək Azərbaycan, misal üçün, həmin çevrilişin yatırılmasında maraqlı olacaq. Həmin çevrilişin baş tutmasını istəməyəcək. İndi burada Uyğurlar da Çin üzərində nə kimi maraqları var? Birincisi, hakimiyyət Uyğurların dediyi ilə oturub durur. İkincisi də dayanmadan Çin ərazisindən xəraclar var. Çində ticarət olduğu, belə deyək, öz tempində işləyir, zənginliyi filan öz yerində və Çin hakimiyyəti də Uyğurları qidalandırır. Və bunun fonunda da Uyğurlar nə etməlidir? Buna bir qarşılıq verməlidirlər. Bu da himayədir. Və hətta Moyonçunun hakimiyyəti dövründə Çin hakimiyyətinə qarşı üsyan baş verir. Həmin imperatoru devirirlər. Və Moyonçu da gedir, həmin üsyançıları
məğlub edir və Çin hakimiyyətini, imperatorun hakimiyyətini bir növ bərpa etmiş olur. Və ümumiyyətlə Tan sülaləsinin imperatorlarını himayə edir. Həm Tibetlilərin hücumundan, həm də ki, ölkə daxilində olan hər hansı bir çaxnaşmadan. Moyonçurdan sonra hakimiyyətə gələcək Böcü xaqan. Böcü xaqan hakimiyyəti dövründə dövlət təbii ki, öz inkişaf tempi ilə davam edir və Çinin bütün ticarət yolları nəzarətə götürülür. Çin ticarət yolları əsasən şimaldaydı. Çinin şimal istiqamətində idi. Və Böcü xaqan dövründə bu ticarət yollarının hamısı bir növ nəzarətə götürülmüş olur. Və Tibetlilərin də bu dövrdə Çinə hücumu var, Tibetlilərin məğlub edilməsi də var. Böcü xaqan hakimiyyəti dövründə. Amma Böcü xaqan nədənsə hakimiyyətinin sonuna yaxın maneçiliyi qəbul edir. Maneçiliyin qəbul edilməsi artıq Uyğurların zəifləməyə başladığı an kimi qəbul olunur. Çünki maneçilik təriqəti ideologiyası belə bir ideologiyadır ki, savaşmağı qadağan edirdi. Yəni bəyənilməyən hər hərəkət kimi, hər şeyin dinc yollar, nə bilim, mülayim falan bu adi Azərbaycan tarixində məzdəkilik və maneçilik hərəkatını müqayisə edən zaman orada da qeyd edirik ki, məzdəkilik sosial bərabərliyi üsyanla, hərb güclə bərpa etmək istəyir. Maneçilər isə dinc yolla, şuurla, təfəkkürlə, qansız həll etmək istəyirdilər. Və bu Böcü xaqan və onun tərəfdarlarının arasında bu təriqətin yayılması artıq hərbinin zəifləməsinə gətirib çıxardır. Və nəhayət 9-cu əsrin əvvəllərinə gəldiyimiz zaman artıq həm çevrilişlər tez-tez baş verirdi Uyğurlarda, həm belə desək, xaqanlar tez-tez öldürülürdü. Yəni bir növ xaqanlar hörmətsizləşmişdi. Ciddi qəbul edilmirdilər. Dini pərakəndəlik məsələsi təbii ki, var burada. Həmin bir tərəf maneçilik, bir tərəf şamançılıq, bir tərəf də tinqriçilik və s. Bunlar hamısı ümumiyyətlə həm xalq hakimiyyət uçurumunu ortaya çıxardır, həm ümumiyyətlə ölkə daxilində birliyi pozur və kənar güclərin aktivləşməsinə gətirib çıxardır. Və qırğızlar artıq bundan sui-istifadə edəcəklər 842-ci ildə. Hücum edirlər, Ordu şəhərini tuturlar və Uyğur dövlətinin varlığına son qoyub öz dövlətlərini yaradırlar. Xəzərlərə baxaq indi. İndi burada ümumi Uyğur hökmdarlarının qısa xronikası var. Qutlug Bilge Gül və ya Kül xaqan 744-cü ildə Uyğur dövlətinin əsasını qoyur. Moyonçur Çinliləri vergi verməyə məcbur edir. Böcü xaqan da Çinin bütün ticarət yollarının hamısının nəzarəti öz əlinə almış olur. Dini pərakəndiliyin səbəbi maneçilik idi. Bu ümumiyyətlə zəifləmənin səbəbi də 3 əsas amil. Dini pərakəndəlik, sui-qəsdlər və üsyanlar. Dini pərakəndəlik maneçilikdir. Xaqanların sui-qəsdi 9-cu əsrin əvvəllərindən baş verir. Üsyanlar da əsasən Qırğız üsyanını qeyd edə bilər ki, 842-ci ildə hücum edib Uyğur dövlətinin varlığına son qoyurlar. Xəzərlər isə gördüyümüz bu ərazilərdə bizə yaxın torpaqlarda yaşayırlar. Şimali Qafqazdan tutmuş ta ki şimala doğru və indiki Ukraynanın bir sıra əraziləri, Türkmənistanın bir sıra əraziləri, bunlar hamısı Xəzərlərin tabeçiliyində idi. Xəzərlərə biz harda rast gəlirik? Məsələn, 198-ci ildə Xəzərlərin və Barsillərin Dərbənddən keçib Kür çayının gəlib Kür çayı ətrafında səpələnməsi və indiki Türkiyədə Ərdahana qədər, Azərbaycanda Gəncəyə qədər, Gürcüstanda Tiflisə qədər, Ermənistanda indiki İrəvana qədər hamısına yayılması var. İndi bu Xəzərlər kimdirlər? Xəzərlər xalqların böyük köçündən də əvvəl Qafqazda və Qafqaza qonşu olan ərazilərdə yaşamışdılar.
Göytürklərin süqutuna qədər Göytürklərin tərkibi altındaydılar. Göytürklərin süqutundan sonra 7-ci əsrin ortalarında bunlar Xəzər xaqanlığını yaratdılar. 7-ci əsrin ortaları 1-ci Göytürklərin süqutundan söhbət gedir. 630-cu ildə 1-ci Göytürk dövləti Çinin tərkibi altına keçdi və 5-10 il sonra Xəzərlər öz dövlətlərini yaratdılar. Paytaxtları var burada ki, görüb Bələncər var burada, Səməndər var burada, İdil şəhərləri. Bunlar hamısı bizə yaxın olan şəhərlərdir. Bunlar da Aşinalılardır. Göytürklər kimi bunlar da Aşina nəslindən hesab olunurdu. Və bunların Xəzər dənizi istiqamətinə enməsinin əsas amillərindən biri Bulqarların zəifləməsidir. Bulqarlar zəiflədikdən sonra onlar həm Xəzər dənizi istiqamətinə, həm də ki, Şərqi Avropa istiqamətinə genişlənməyə başladılar. Amma Xəzərlər bəs niyə Azərbaycanda möhkəmlənə bilmədilər? Birincisi, burada Sasanilər var idi hələ ərəblərdən əvvəl. Sasanilər ümumiyyətlə həm bu torpaqlara dayanmadan köçürmə siyasəti həyata keçirdilər. Lur adı verilən o tayfaları dayanmadan köçürdürdülər bura. Həmçinin bir qəti sədd çəkmişdi oradan. Dirənirdi yəni. Sasanlıqdan sonra ərəblər artıq başladılar burada. Xəzər-ərəb müharibələri Azərbaycan tarixindən bizə tanışdı. Uzun müddətli bir savaşdı burada. Və burada Xəzərlərin ən çox xeyri əslində kimə dəyir? Avropalılara dəyir. Xəzər dövlətinin burada olması ərəblərin Avropaya çıxışının qarşısını alır. Ərəblərin Avropaya 3 istiqamətdən çıxışı ola bilərdi. Birincisi, Cəbəlü Tariqdən, Pireney istiqamətindən, orada da Franklar qoymurlar. İkincisi, Bizans istiqamətindəndir. Burada Konstantinopoldan keçməlidirlər. Üçüncüsü isə bu Xəzər torpaqlarından keçib Avropaya şərq istiqamətindən daxil olmaq. Burada da Xəzərlər imkan vermirlər. Yəni Xəzərlərin mövcudiyyəti əslində Avropalıların xeyrinə idi. İndi burada tərsinə də çevirmək olar bunu ki, bəs ərəblərə xeyri nə idi? Şimal tayfalarının ərəb torpaqlarına hücumunun da qarşısını alırdı. Bu biraz zəif versiya hesab olunur. Amma əsas güclü versiya odur ki, ərəblərin Avropaya keçməsinin qarşısını məhz Xəzərlər aldılar. Yəni Avropa bugünkü dövrdə müsəlman deyilsə, xristiandırsa, bu əsas yükü düşür Xəzərlərin üstünə. Xəzərlər daim ərəblərlə qəti barışmaz bir mövqedə idilər. 8-9-cu əsrlərə gəldiyimiz zaman məhz Xəzər asayişi dövrü deyilən bir dövr var burada. Niyə Xəzər asayişi? Çünki Xəzərlər buradan yolu tamamilə bağlayıblar və Şərqi Avropada ümumiyyətlə diktə sahibidirlər və dinclikdir. Slavyanlar ümumiyyətlə bir-birinə didməyə imkan vermir. Slavyanlar arasında da bir növ dinclikdir. Ona görə də bu dövr Xəzər asayişi dövrü kimi xarakterizə olunur. Dövlət necə idarə olunurdu, onu da qeyd edək. Bu dövrdə Xəzərlərdə idarə edən təbii ki, xaqandır, dövlətin başında duran şəxs, rəhbər. Bir də xaqan bəyi var. Xaqan bəyi xaqandan sonra ikinci şəxs hesab olunur, ikinci nüfuzlu şəxs idi. Həmin şəxs titulu alan zaman gəlirdi xaqanın yanında, ümumiyyətlə ona sədaqət andı içirdi ki, vəzifəmi şərəflə, ləyaqətlə yerinə yetirəcəm və odun üstündən keçmə ritualı da var bunlarda. Odun üstündən keçirə bir növ sədaqət andı içirdi. Xəzərlərdə amma məsələn, Uyğurlarda qeyd etdiyimiz dini pərakəndəlik amili Xəzərlərə də şamil edə bildilərik biz burada. Xəzərlərdə isə Musəvilik, İudaizm dini yayılmağa başlayır 8-ci əsrdə və Xəzərlərdə Obadi adlı xaqan İudaizmi rəsmi dövlət dini elan edir. Amma burada Xəzər cəmiyyəti ümumiyyətlə elə bir cəmiyyət idi ki, orada istənilən din çox rahatlıqla yayıla bilərdi. Hətta İudaizmin qəbul edilməsi də, belə desək,
təsadüfi deyildi. Bütün dinlərin nümayəndələri dəvət olunur paytaxta və orada həm xəlifə də göndərir öz nümayəndəsini, xristianlar da göndərir, buddistlərə qədər ümumiyyətlə göndərirlər və hər biri öz ehkamlarını bir növ obadiyə çatdırır ki, bizim ehkamımız budur, əqidəmiz budur və obadi bunların içərisindən iudaizmi seçir. Amma cəmiyyətin içərisində böyük əksəriyyət, xüsusən cənub tərəf müsəlman idi artıq. Artıq İslamla tanış idilər bunlar. Və iudaizmin qəbul edilməsi eynilə Uyğurlarda olduğu kimi xalq hakimiyyət boşluğunu meydana gətirir. Xalqla hakimiyyət arasında bir növ uçurum yaranır burada. Bu da təbii ki, dövləti zəiflədən amil kimi xarakterizə olunacaqdır. Yəni, dövləti zəiflədən əsasən 3 amili qeyd edə bilərik biz burada. Birincisi, ərəblərlə aparılan uzun müddətli müharibələr. İkincisi, peçeneqlərlə aparılan müharibələr. Üçüncüsü isə din amilidir. Bu Xəzərləri zəiflədən əsas amildir. Və nəhayətində 965-ci ildə Kiyev knyazı Siyatoslav Xəzər xaqanlığı ərazisinə qarətcə yürüş edir və Xəzər xaqanlığının varlığına son qoyulur. Xaqanlığa son qoyulsa da, amma Xəzər adı bir müddət yaşayır. 12-ci əsrdə də hətta Xəzərlilərin bir tayfa kimi adı keçir. Ondan sonra isə Xəzər adına rastlanmır. Xəzər adından bizə qalan bildiyimiz ki, bu Xəzər dənizi məsələsidir. Mən belə bir sual verə bilərəm. Buyurun, buyurun, buyurun. Mən Kiyev knyazı sırf qarətçi yürüş üçün gəlirdi Xəzərlərə. Yəni orada möhkəmlənmək yox. Xeyr, xeyr. Bizə Slavyanlar nə məqsədlə gəlmişdisə, Kiyevlərdə Xəzərlərə o məqsədlə gəlirlər. Sadəcə Kiyevlərin 965-ci ildə gəlib Xəzər xaqanlığına o qarətçi yürüş etməsi ümumiyyətlə tamamilə dövlətin o son sütununda parçalanmış olur. Siz də sağ olun. Ümumiyyətlə, yəni bu son dövrlərdə Xəzər xaqanlığı, yəni partlamamış bir barıt formasındaydı da, həmin barıtı da fitirləndirən bir növ Kiyev oldu. Ondan sonra artıq hərə öz işinə, gücünə parçalandı. Xəzərlərin tərkibi altında olan tayfalar hərə bir yerdə öz müstəqilliyini elan etdi. Feodallar falan hamısı ümumiyyətlə artıq idarə etmə itdi. Yəni xanədanlıq çökdü. Yəni sülalənin nəsli tükəndisə, yəni xaqanlığın nəsli tükəndisə, artıq dövlət tamamilə sona çatmış hesab olunur. Belə. Deməli, bu oldu bizim erkən orta əsrlər türk dövlətlərimiz. Bu dövlətlərə aid kimin nə sualı varsa buyura bilər. İndi video qeydi də mən qrupa göndərəcəm ki, orada kimlər qoşulmayıbsa, onlar da izləyə bilərlər.